Razi Nurullayev qardaşı oğlunun o məlum, məşhur toy məclisi haqqında danışıb, dəyərli izləyicilər. Bilirsiniz ki, Razi Nurullayev özü bir müddət öncə dəbdəbəli toylarla bağlı parlamentdə çıxışı zamanı kəskin, tənqidi fikirlər səsləndirmişdi və xüsusən, mən belə qənaətdəyəm ki, xüsusən deməli, həmin o fikirlər və bu toy məclisi arasında bir paradoksallıq, bir təzad olduğuna görə, belə demək mümkünsə, bu məclis daha da diqqət çəkdi. Üstəgəl, xalq artisti Aygün Kazımovanın həmin məclisdə iştirakı və bu iştirakın da ev sahibinə 100.000 manata başa gəlməsi ayrıca bir mövzu oldu və deputat Razi Nurullayev TV müsavatı açıqlamasında qardaşı oğlunun Dubayda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışıb bildirib ki, hər bir vəzifəli şəxs ilk növbədə özünə və ailəsinə cavabdehdir. Amma hər bir kəsin qardaşı, bacısı var. Onların hər biri ayrı-ayrı yerlərdə yaşayır və ayrı təsərrüfatdır. Bir sözlə, hər bir kəsin nəsli kökü böyükdür. İnsan hər bir şəxsə necə nəzarət edə bilər ki və niyə nəzarət etməlidir ki? Razi Nurullayev bildirib ki, İmişlinin Xəlfəli kəndində yaşayan iki qardaşı 80-ci illərdə anasının aldığı borc pulla Rusiyaya gediblər. Əvvəlcə Yekaterinburq şəhərində yaşayıblar, sonra isə Sankt-Peterburq şəhərinə köçüblər. Onlar Rusiya vətəndaşlarıdır, övladları orada doğulub böyüyüblər. Mən onların üzünü 3-5 ildən bir görürəm. Öz həyatı, öz işi, biznesləri var. Qardaşlarım bu pulları hansı zülmlərlə qazanıblar, Allah bilir. Onların biznesləri, pulları məni maraqlandırmır, marağımda deyil. Toy olan qardaşım oğlu bu məclisi öz pulu ilə təşkil edib, bizneslə məşğuldur, atasının puluna ehtiyacı yoxdur, xanımının ailəsi də imkanlıdır. Mən də bunları bilmirdim, sonradan dedilər. Açıqlamanın ardını oxuyacağım, amma mənə elə gəlir ki, ümumiyyətlə, bu qardaşlar arasında bu da bizə aidiyyəti olan məsələ olmasa belə, sadəcə bu mövzuda tənqidi fikirləri həm də cavab olaraq verirəm. Mənə elə gəlir ki, bu ümumiyyətlə baxmayaraq ki, Razi Nurullayev millət vəkilidir, deputatdır, parlamentaridir. Amma münasibətlər o qədər də isti deyil. Yəni, sanki mənim onlara nə aidiyyətim var deyil. Düzdür, bəzən bu kimi açıqlamalar özünü nətər deyirlər, sudan quru çıxartmaq üçün, amma danışılanlardan belə başa düşürsən ki, yəni, hətta oradakı o iştirakının olmamağından belə anlaşılır ki, münasibətlər o qədər də qaydasında deyil. Və bildirib ki, toyda 50 nəfər iştirak edib, bəyin Rusiyadan gələn dostları və qardaşımın tanıdığı insanlar iştirak edib, bahalı müğənnilər gəlməyib və s. Düzdür, yenə də deyirəm, burada Aygün Kazımovanın özü də kifayət qədər bahalı müğənnidir, 100.000 manat bugünkü Azərbaycan reallığında ciddi bir məbləğdir, bir mənzilin deyərdik, hətta puludur və s. Amma düzdür, bu pullar, bu toy eləyən şəxslər Rusiya vətəndaşıdır, nətər deyərlər, o qazanılan pullar da Rusiyada qazanılıb, bunlar vəzifəli şəxs deyirlər, iş adamlarıdırlar, bütün bunlar aydındır. Amma bir daha qeyd edirəm, bu məclisin, bu toyun biraz da belə söz-söhbətin şişməyinin, necə deyərlər, səbəbi, səbəbkarı Razi Nurullayevin bir müddət öncə elədiyi çıxış idi hər halda. 100.000 Aygün Kazımova veriblər, 25.000 yanılmıramsa Nanə Ağamalıyevanın qanararı olub. Məclisin əsas aparıcısı müğənni Nəsimi Məmmədov da bir 25-30.000 civarında qanarar əldə edib. Amma yenə də deyirəm, bu hesabı daha çox, məsələn, məmurlar var ki, onların bəlli əmək haqqıları var. 3.000, 5.000 bilirsən ki, bu məbləğdə maaş alır. Amma elədiyi toyun 1 milyon qiyməti var. Bax, onlardan hesab soruşmaq daha ədalətli olardı. Yenə də deyirəm, ümumiyyətlə Azərbaycan vətəndaşı deyirlər. Bunların Azərbaycanla tək bağlılığı elə Azərbaycanlı olmaqlardır. Yəni, rəsmi şəkildə nə buradan qazanmayıblar, nə başqa bir məsələ. Amma bütün hallarda belə deyək, məclisin Razi Nurullayev deyir, təmtəraqlı olmayıb, amma elə təkcə bir müğənniyə 100.000 verilibsə, bunun özü təmtəraqdır da elə.